Dağları elləri keçərək Qubadan 1 saatlıq yol gətidəndən sonra mən də Xınalığa gələ bildim. Bu isə Xınalığa açılan mənzərə. Uzanım yaşıl eldimi, yarpaqlar ilkbaharın salamına gəldimi, seyrələ boyda bəni. Xınalığa gələn yol rahatdır, amma Xınalığın özün gəzməli olsaz, gördüyünüz kimi palçıqdır, daşlıq, naklon və evlərdir. Doğrudan gözəldimi, dayanmışıq səninlə. Düşün ki, səhərlər oyanırsan və belə mənzərə görürsən. Buludların üzərində dağ və qar. Belə ola həmişə, belə ola həmişə. Burada heyvanları saxlar və bu da artıq kombi əvəzi olur. İkinci mərtəbəni qızdırır. Bax, görürsünüz, birinci mərtəbədə də. Birinci mərtəbədə heyvanlar olduğu üçün ikinci mərtəbə artıq avtomatik olaraq qızılır. Onun gəzdiyi yer adi bir həyət kimi görsənsə də, bu hamısı damdır. Yəni, bir dam digər evə bitişdiyi üçün artıq növbəti evin həyəti alınmış olur. Gördüyünüz kimi oyun oynayır, amma bura həyət deyil, bura damdır. Bir ev o biri evə bitişdiyi üçün gördüyünüz kimisə krişasıdır. Necə deyərlər, Xınalıqdan da bu qədər. Rayon səyahətlərim davam edir. Seyrələ boyda bəni, doğrudan gözəldimi, dayanmışıq.